Həftə sonu uşaqları götürüb gedirəm dəniz kənarına. Yola çıxmamışdan əvvəl ölkənin bütün nevroz kişiləri və ataları kimi beynimin klapanları atır, izah edirəm nə olar, nə olmaz. Köhnənin kişilərinə fərqli olaraq heç nəyi marinə etmək fikrim yoxdur. Hazır olanı alıram. Uşaqlar üçün pendir götürürəm. Həmçinin zibil paketləri, çünki vətəni ancaq zibillər zibilləyir. Yapon yoldaşım hər şeyi səliqəli yığır. Bütün bu əyləncə mənə 74 qəpik 65 manata o məsələ. Bütün yükü kişilər daşıyır. Ya Allah deyib yola çıxırıq. Arizona səhralarını xatırladan, amma çox qeyri-adi, maraqlı olan yollarla çıxırıq dəniz kənarına. Çatırıq karavanlara. Uşaqlıqda belə karavanımız var idi. Uşaqlıq yadıma düşür. Bu bizim karavandır. Əslində hər cür şəraiti var. Bu karavanı görənə qədər də özümə karavan almaq istəyirdim, amma bu dəfə fikrim tam qətiləşdi. Növbəti maşınım elə karavan olacaq, avtodom kimi. Bilirsiniz ki, İsmail bütün dünyanı məndən gəzibdir. İsmailin bəyəndiyi hər şey mənim üçün yüksək standart və keyfiyyət göstəricisidir. Gecəni burada qalmaq istədim, amma təəssüf olsun ki, vaxtımız yox idi. Yapon həyat yoldaşım kababı gözləmədən qrilə keçməyə çalışır. Bilirsiniz ki, ər-arvad birlikdə əl-ələ verərək hər şeyi hazırlamalıdır. Belə daha dadlı olur. Mədəmizi yükləməməyə çalışırıq, sadə qidalanırıq. Yoldaşım it görür, ona yaxınlaşır. İzah edirəm ki, bizdə itlər yeyilmir, insandan da dəyərlidirlər. Dənizə baxıb sual verir ki, adam başına bu dənizdən nə qədər düşür? Burada ulu babalarımızın bizə göndərdiyi mesajlarla rastlaşırıq. Çox maraqlı, qeyri-adi qaya təsvirlərini görürsünüz. Hər birinin dərin mənaları var. Ocağımızı qalayırıq. Gördüyünüz butulkadakı nöyüdün hesabına. İsmail balam da öz tövfəsini verməyə çalışır. Yavaş-yavaş manqal üçün közü hazırlamaya başlayıram. Bir-bir marinə edilmiş budları setkanın üzərinə düzürəm. Burada onları uğurla yandırıb kül edirəm. Oğlum sağ olsun kömək edir. Ağıl məsələlərində özümə heç kimi rəqib görmədiyim halda əl işlərində elə də yaxşı deyiləm. Çünki uşaqlıqdan nümunəm olmayıb. Çörəyə xırt-xırt edirik. Gün yaxınlaşır sona. Mənasız video baxdığınız üçün çox sağ olun.